Cırtdan nağılı. Biri varmış, biri yox imiş, bir qoca qarı var imiş. Bu qarının bir balaca oğlu var imiş. Bu uşaq o qədər balaca imiş ki, buna cırtdan deyərlərmiş. Bir gün cırtdan gördü ki, qonşuların uşaqları meşəyə oduna gedirlər. Gəlib anasına deyir, ay ana, uşaqlar ilə mən də oduna gedəcəyəm. Qarı uşaqları çağırıb, hər birinə bir parça yağ yaxması verib, cırtdanı onlara tapşırdı. Uşaqlar meşəyə gedib odun topladıqdan sonra görürlər ki, cırtdan odun toplamayır, ona deyirlər. A cırtdan, sən niyə odun toplamayırsan? Cırtdan cavab verir. Anam sizə yağ yaxması verdi ki, mənim də odunumu toplayasınız. Uşaqlar bunun da odununu toplayırlar və sonra hər kəs öz odununu yükləyib yola düşmək istəyəndə gördülər ki, cırtdan oturub baxır. Buna deyirlər. A cırtdan, sən niyə odunuzu yükləməyirsən? Cırtdan cavab verdi. Anam sizə yağ yaxması verdi ki, mənim də odunumu gətirəsiniz. Uşaqlar əlacsız qalıb bunun da odununu gətirirlər. Biraz yol getdikdən sonra görürlər ki, cırtdan geridə qalıb ağlayır. Buna deyirlər. A cırtdan, niyə ağlayırsan? Cırtdan cavab verdi. Yorulmuşam, anam sizə yağ yaxması verdi ki, mən yorulanda məni də dalınıza götürəsiniz. Uşaqlar əlacsız qalıb bunu da dallarına götürürlər. Bir xeyli yol getdikdən sonra axşam olur, qaranlıq qavışanda yolu azırlar. Meşədən çıxanda baxıb görürlər ki, bir səmtdə it hürür və bir səmtdən işıq gəlir. Onda cırtdana deyirlər. Ay cırtdan, it hürən səmtə gedək, yoxsa işıq gələn səmtə? Cırtdan cavab verdi. İt hürən səmtə getsək, it bizi yiyər. İşıq gələn səmtə gedək, bəlkə yolu tapaq. Uşaqlar işıq gələn tərəfə gedib bir divin evinə çıxırlar. Div bunları görəndə sevinir və öz-özünə deyir. Yaxşı oldu, gecə bunları bir-bir yeyərəm. Bunları gətirib evdə oturtdu və uşaqlara biraz çörək yedirdib yatırdı. Gecədən biraz keçəndən sonra div uşaqların birini yemək istəyir və uşaqların yatıb yatmadığını bilmək üçün deyir. Kim yatmış, kim oyaq? Bu səsi eşidəndə tez cırtdan başını qaldırıb deyir. Hamı yatmış, cırtdan oyaq. Cırtdan nə üçün oyaq? Çünki anası hər gecə ona qayğanaq bişirib yedirib yatırardı. Div qalxıb tez qayğanaq bişirib yedirdib yatırtdı. Bir qədər keçəndən sonra div yenə soruşdu. Kim yatmış, kim oyaq? Yenə də cırtdan başını qaldırıb deyir. Hamı yatmış, cırtdan oyaq. Cırtdan nə üçün oyaq? Çünki hər gecə anası gedib çaydan ona xəlbirdə su gətirərdi. Bu sözü eşitdikdə div qalxıb bir xəlbir götürüb çaya su gətirməyə gedir. Cırtdan da tez yoldaşlarını qaldırıb deyir. Bu div bizi yemək istəyir, qalxın qaçaq. Uşaqlar tez qaçırlar və vurub çaydan keçirlər. Bu tərəfdən div xəlbiri nə qədər suya salıb qaldırırsa, görür xəlbirdə su qalmadı. Axırda təngə gəlib qayıtmaq istəyirdi, bir də baxıb gördü ki, uşaqlar çayın o tərəfində gedirlər. İstədi sudan keçib uşaqların dallarınca getsin, sudan keçə bilməyir və axırda uşaqları səsləyir. Ay uşaqlar, sudan nətər keçdiniz? Tez cırtdan cavab verdi. Get bir dənə dəyirman daş tap, boynuna keçir, ondan sonra keçərsən. Div cırtdanın sözünə inanıb, gedib bir dəyirman daş tapıb boynuna keçirir. Özünü suya salır və suda boğulub ölür. Uşaqlar səlamət evlərinə qayıdırlar. Axmaq ayı. İran xalq nağılı. Günlərin birində ayı yuxuda gördü ki, 3 tikə piy tapıb. Səhər yuxudan ayılanda yuxusu kin çıxar deyə həmin piy tikələrinin axtarışına başladı. Ayı uzaqdan çəpişi görüb ona tərəf gedir. Ayının yaxınlaşdığını görən çəpiş qaçmağa macal tapmadığından yaxınlaşıb ona təzim edir. Sən məni tanıyırsan? Ayı soruşdu. Əlbəttə, çəpiş cavab verdi. Hamı hörmətli ağanı tanıyır. Mən sənin atanın şəxsi müğənnisi olmuşam. Onda mənə nəğmə oxu, deyə ayı xahiş edir. Çəpiş ucadan oxumağa başladı. Onun səsini çoban eşitdi. Çoban qoyun itləri ilə özünü tez yetirib, əlindəki çomaqla ayını döydü, itlər isə onu dişlədilər, ayı zorla onların əlindən qurtulub qaça bildi. Xeyli gedəndən sonra ayının qarşısına 2 qoyun çıxdı. Bunları yeyim, deyə düşündü. O, qoyunları yanına çağırdı. Qoyunlar qaçmağı mümkünsüz olduğunu anlayıb, pıçıldaşıb ayıya yaxınlaşdılar. Onlar dedilər, biz ağanın yeməyi olmağa çox şad olarıq. Görək, kimi birinci yiyəcək, deyə qoyunlar mübahisə etməyə başladılar. Nəhayət biri sözünə davam edərək dedi, ağamızın izni ilə biz buynuzlaşaq. Hansımız qalib gəlsək, birinci onu yiyərsiz. Onlar
ayını hakim seçdilər. 50 addım uzaqlaşıb ikisi birdən ayıya buynuz vurdular. Yazıq ayı zərbənin gücündən yerə ölü kimi düşüb qaldı. Özünə gələndə artıq qoyunların izi tozu yox idi. 2 saata qədər ağacın altında uzanandan sonra yenidən yoluna davam etdi. Bu dəfə qarşısına dəvə çıxdı. Ayı fikirləşdi. Bu hamısından yaxşıdır. Həm yağlıdır, həm də əti çoxdur. Var gücü ilə qışqırdı. Ey dəvə, dayan, mən yuxuda ov görmüşəm, gərək səni yeyəm. Salam ağa, dəvə cavab verdi. Sən məni haradan tanıyırsan? Ayı təəccüblə soruşdu. Səni axı kim tanımır? Dəvə cavab verdi. Mən lap yaxşı tanıyıram, atanın çaparıyam, sənə ondan məktub getirmişəm. Məktub haradadır? Mənim nalıma yazılıb, dəvə cavab verdi. Məktubu oxumaq üçün ayı oturdu, dəvə bu zaman onun sinəsinə təpik vurub 10 addım uzağa atdı. Ayı zərbədən huşunu itirdi, yalnız günəş batarkən özünə gəldi və anladı ki, bu cür yuxusuna inanmamalı idi. Bir vaxtlar Dendi adlı inadkar və qürurlu bir çəyirtkə vardı. Hələ kiçik ikən o, digər çəyirtkələrlə tullanmağı öyrənərkən həmişə ən yüksəyə sıçramağa can atırdı. Müəllimi dedi, Dendi, təkcə böyük deyil, həm də kiçik sıçramaları öyrənməlisən. Dendi cavab verdi, xeyr, mən hamı kimi deyiləm. Mən qeyri-adi bir çəyirtkələm, yalnız böyük sıçramaları sevirəm. Beləcə, Dendi heç vaxt kiçik sıçrayışlar etməyi öyrənmədi. Bir gün o tullanmaq üçün evindən çıxdı və yolda Olivia adlı bir ilbizlə tanış oldu. Dendi soruşdu, bu yavaş hərəkətli həyatdan bezmirsən, bütün günü evini belində daşıyırsan. Olivia gülümsədi və dedi, nə danışırsan? Sürünməyi sevirəm. İlbiz olmaqdan zövq alıram, xüsusən yağış yağanda. Evim rahat və qurudur. Ən əsası, heç vaxt evə gecikmirəm. Çünki evim həmişə yanımdadır. Ümid edirəm, nə demək istədiyimi başa düşürsən? Dendi qışıldadı. Yaxşı, bu zövq məsələsidir. Zövqlə bağlı mübahisə etmirlər. Və o, göyə böyük sıçrayış edib, özündən razı halda uzaqlaşdı. Dendi həqiqətən əla tullanan idi. Bütün çəyirtkələr yaxşı tullanırlar. Amma təkcə Dendi 30 sm hündürlüyə sıçraya bilirdi. Özü də bədənindən 10 dəfə uca. Lakin bir çatışmazlıq vardı. Kiçik sıçrayışlar onda alınmırdı. 15 sm, hətta 10 sm-də. Nahar vaxtı yaxınlaşırdı və Dendi evə tələsirdi. Artıq evə cəmi 10 sm qalmışdı. Amma nə qədər tullansa da, hər dəfə evinin üstündən keçib uzağa düşürdü. Çünki o, kiçik sıçrayış edə bilmirdi. Dendi, bezdi, əsəbləşdi. Elə həmin anda xoşbəxtlik baş verdi. Belində ev daşıyan Olivia göründü. Olivia dedi, görürsən Dendi, ilbizlərin də qürur duyacağı bir şeyi var. Heç bir çətinlik çəkmədən evinə girə bilir. Sonra mehribanlıqla təklif etdi. Otur belimə, səni evə aparım. Dendi sevindi. Təklifi məmnunluqla qəbul etdi və ilbiz onu sakit-sakit sürüyüb evinə apardı. Təşəkkür edirəm, Olivia, dedi Dendi. Artıq başa düşdüm ki, böyük sıçrayışlardan da vacib kiçik sıçrayışlar var. Biri vardı, biri yox idi. Uzaq keçmişdə, ucqar bir kənddə kasıb bir odunçu ailəsi ilə bərabər yaşayırmış. Ömrü doğulub böyüdüyü kənddə keçmiş, yaxınlığındakı meşədən yığdığı odunları satmaqla kiçik ailəsini zorla dolandırırmış. Odunçu və arvadının aman zaman bir oğulları varmış. Odunçu oğlu hələ 10-11 yaşında olanda onun əziyyət çəkməsinə qıymır,
iri gövdəli ağacları özü doğrayıb əl arabasında daşıyıb satmaqla birtəhər dolanırdı. İstəyirdi ki, oğlu daha da böyüsün, qolu güclənsin, sonra atasına kömək etsin. Günlərin bir günü yenə oduncu, ovuc içi kimi yaxşı tanıdığı meşədə münasib ağac axtarırdı. Kolların arasında iri gövdəli qoz ağacı tapdı. Oduncu sevindi və öz-özünə dedi: "Nə yaxşı oldu, qoz ağacının qiymətli oduncağı olur. Bunu kömür etmək heyifdir. Aparıb şəhərdə sənətkarlara sataram." Kolları təmizləyib ağaca yaxınlaşdı. Baltanı qoz ağacının gövdəsinə vurmaq üçün qaldıranda qulağına qəribə səs gəldi. Əvvəl elə bildi, qulağına səs düşüb. Ətrafa diqqətlə baxdı, lakin heç kimi görmədi. Yenə də baltanı qaldıranda bu dəfə səs ucadan gəldi. "Ey, odunçu, mənə qıyma!" Odunçu qorxdu, fikirləşdi. Bəlkə qulağıma səs düşüb. Üçüncü dəfə səsi daha aydın eşitdi. "Ey, odunçu, mənim qol budaqlarımı zərərli sarmaşıqlardan təmizləsən, sənə hər il çoxlu məhsul verə bilərəm. Sən də məhsulumu satıb daha çox pul qazana bilərsən." Odunçu bir qədər fikrə gedib, ağacın müdrik məsləhətinə əməl etmək qərarına gəldi. Ağacın dörd tərəfini zərərli otlardan, kollardan təmizləyib evinə gəldi. Evdə yoldaşına meşədə rastlaşdığı qəribə hadisəni danışdı, yoldaşı onun dediklərinə inanmadı. Sonra odunçunun ciddi olduğunu görüb qınadı. "Bizə gündəlik pul lazımdır. Ağacın bəhər verməsini gözləyə bilmərik." Lakin odunçu israrlı idi. Ağaca qulluq etdi və həmin ilin yayında çoxlu bəhər toplayıb satdı. Üstəlik, ağacın yeni cücərmiş budaqlarından tink gətirib həyətində əkdi. Tinklər yavaş-yavaş böyüyüb, qollu budaqlı ağac olub, hər il çoxlu bəhər verdilər. Beləliklə, odunçu səbirlə böyük bir qoz bağının sahibinə çevrildi. Məhsul artdıqca köhnə peşəsindən əl çəkdi. Oğlu da artıq böyümüş, bağı becərməkdə və məhsulu satmaqda atasına kömək edirdi. Amma bir iş vardı ki, oduncunun oğlu atası kimi səbirli deyildi. O tezliklə varlanmaq istəyirdi. Bir gün odunçu həmişəki kimi ona faydalı məsləhət vermiş, qocaman qoz ağacına qulluq etmək üçün meşəyə getmişdi. Evə biraz gec gəlmişdi. Həyətə daxil olanda bağındakı bütün ağacların yerinin bomboş olduğunu görüb təəccübləndi. Demək, oğlu qoz ağacının oduncağının qiymətli olduğunu bilib, dostları ilə əlbir olub, bütün ağacları mişarlayıb baha qiymətə satıbmış. Odunçu bərk qəzəbləndi. Uzun illər səbirlə qulluq edib böyütdüyü ağacların məhv edilməsi onu sarsıtdı. Oğlu ilə bərk mübahisə edirdi. Tamahkar oğul isə atasını eşitmək belə istəmirdi. Əlindəki pulla lovğalanırdı. Odunçu səbrin nə qədər böyük nemət olduğunu, sərvət əldə etməkdə səbirli olmağın əsas olduğunu dedi, lakin oğlu onu eşitmək belə istəmədi. Odunçunun tamahkar oğlu bir neçə ay ərzində əlindəki pulu sağa-sola xərcləyəndən sonra nə qədər səbirsizlik etdiyini anlayıb çox peşman oldu. Ancaq artıq çox gec idi. Nailac qalıb atasının çoxdan istifadə etmədiyi köhnə baltanı itilədi və kör peşman meşəyə odun qırmağa yollandı. O bilirdi ki, bundan sonra yalnız meşədən qırdığı odunla dolanmalı olacaq. Tənbəl at, Avropa xalq nağılı. Uzaq kəndlərin birində tacir yaşayırdı. Tacir olduqca çalışqan və mehriban insan idi və duz satmaqla dolanırdı. Tacirin çox tənbəl
və hər yolla işdən boyun qaçırmağa çalışan bir atı var idi. Tacir bu atdan bir şəhərdən digərinə duz çuvallarını daşımaq üçün istifadə edərdi. Günlərin bir günü tacir yenə şəhərə duz satmağa gedəsi oldu. Atı yükləməyə gələndə onun yatdığını gördü. Bura bax, dərhal qalx, bu çuvallardakı duzu yükləməli və çayın o birisi tərəfindəki şəhərə gedib satmalıyıq. Mən bugün çox yorğunam. Nəinki şəhərə gedə, heç çuvalları da qaldıra bilmərəm. Mən axı niyə hər gün işləməyə məcburam? Bugün bəs deyincə yatmaq və dincəlmək istəyirəm. Amma yox, mənə dincəlmək olmaz. Bu duz çuvallarının yüklənməli və şəhərə getməliyəm. Atın tənbəlliyini görsə də, tacir buna əhəmiyyət vermədi və onu yüklədi. Tərpən mənim ağıllı atım, sən körpüyə tərəf irəlilə, mən də özümə biraz yemək götürüb gəlim. Körpünü keçərkən özünü güclə dartan atın ayağı sürüşdü və o çuvallarla birgə çaya yuvarlandı. Çay çox da dərin olmadığından asanlıqla çıxa bildi. Lakin sudan çıxdıqdan sonra onun yükü xeyli yüngülləşmişdi. At başa düşdü ki, duzun çox hissəsi suda əridiyi üçün çuvallar yüngülləşib. Dərhal tənbəlin ağlına bir fikir gəldi. Deməli, duz suda əriyir. Mən hər dəfə körpüdən keçəndə suya yıxılmalıyam. Beləliklə, duzun çoxu əriyər və mənim də yüküm azalar. Bunu niyə əvvəllər düşünməmişəm? Bu yükdən canımı qurtarmaq üçün bu kələyi tez-tez təkrarlamalıyam. Ümid edirəm, sahib bunu görmədi. Onlar şəhərə gəlib çatdılar. Tacir duzu tərəziyə qoydu və çuvallar onun doldurduğunun yarısı qədər gəldi. Tacir düşündü ki, yəqin yükləyərkən nəsə səhv edib. O yerdə qalan duzu satıb, evə geri qayıtdı. Növbəti səhər o yenə atı yükləyib, özünə yolda yemək nəsə götürməyə getdi. At ondan qabaqda irəliləyib, körpüyə çatdı. Dünənki kələyi təkrarlamalıyam. Nə qədər sahibim çatıb görməyib, bu yükdən xilas olmalıyam. O ayağını sürüşdürüb çaya atıldı. Şəhərə çatanda tərəzi yenə tacirin yüklədiyinin yarısı qədər göstərdi. Tacir başa düşə bilmirdi ki, bu necə ola bilər? Hər dəfə onun yüklədiyindən çox az gəlirdi duz. Tacirin fikri tamam qarışmışdı. Bu dəfə də duzu satıb geri qayıtdı. At artıq bu üsula vərdiş etmişdi. Hər gün məqsədli şəkildə körpüdən özünü atır və duzun çoxunu suda əridir, yükünü bu yolla yüngülləşdirirdi. Bu iş taciri əməlli başlı çətin vəziyyətə salmışdı. Bütün məsələləri götür-qoy edən tacir nəhayət bir gün atı güdməyə qərar verdi. Atı yükləyib, yemək götürmək bəhanəsi ilə atdan uzaqlaşdı və kolluqlarda gizləndi. At isə sahibinin onu görmədiyini düşünərək hiləsini təkrarladı. Tacir gördüklərinə inana bilmədi. Sən bir bunun hiləsinə bax. Bu qədər zamandan mənim qazanmalı olduğum pullar bu suda axıb gedirmiş. Bu tənbəl ata yaxşı bir dərs verməyin vaxtı çatdı. Növbəti gün tacir duz yerinə çuvallara pambıq doldurdu və atı yüklədi. Özünə yemək götürmək üçün aralandı və atı körpüyə tərəf yolladı. Yükünün yüngül olması atı təəccübləndirsə də, bu az yükdən bir qədər də azaltmağa qərar verdi. Körpüyə çatanda həmişəki kimi özünü suya atdı. Nədir? Nə oldu belə? Niyə belə oldu axı? Yüküm niyə belə ağır oldu? Aman Allah, mən batıram. Bu nədir axı? Mən bunu darta bilmirəm. Bu dəfə çuvallar pambıqla dolu olduğundan, pambıqlar islanaraq ağırlaşmış, atın yükü 1-ə 5 artmışdı. At nə qədər çapalasa da bu yükdən xilas ola bilmirdi. O suda çapalamaqla yükünü əritməyə cəhd etsə də, pambıq getdikcə daha da islanır və ağırlaşır. Bir təhər özünü toplayıb çaydan çıxdı. Körpünü belə çətinliklə keçdi və özünü otların üstünə atdı. Az sonra tacir gəlib çatdı. Ona baxıb xeyli güldü. Mənim sevimli atım, mən sənin sahibinəm. Sən məni aldada bilməzsən. Mən səndən çox işləyirəm, amma buna baxmayaraq bu işi sevə-sevə görürəm. Sən görürsən ki, mən əsla başqalarını aldatmaq və işdən yayınmaq üçün bəhanələr axtarmıram, hilə işlətmirəm. Bağışla, amma mən bunu edərək sənə yaxşı bir dərs verməli idim. At bu hadisədən dərsini götürdü və bir daha əsla üzərinə düşən işdən boyun qaçırmadı. Hansel və Gretel nağılı. Bir zamanlar Hansel və Gretel adında bacı-qardaş yaşayırmış.
Onlar hələ çox balaca ikən anaları dünyasını dəyişmiş. Meşənin içindəki bir daxmada ataları ilə birlikdə yaşayırmışlar. Ataları həm odunçuluq edib pul qazanmağa çalışır, həm də uşaqlarına baxırmış. Tək başına həm işlə, həm uşaqlarla bacara bilməyən ata bir neçə ildən sonra yenidən evlənmiş. Odunçunun yeni arvadı varlı bir ailədən imiş. Meşənin kənarındakı köhnə, uçulub dağılmış daxmada yaşamaqdan və kasıblıq içində ömür sürməkdən nifrət edirmiş. Üstəlik, ögey uşaqlarını da heç sevmirmiş. Bir axşam çox soyuq bir qış gecəsində Hansel və Gretel yataqlarına uzanıb yuxuya getməyə hazırlaşarkən, ögey analarının atalarına dediyini eşidiblər. Bu qışı necə keçirəcəyik? Yeməyimiz çox az qalıb. Əgər bu uşaqlardan qurtulmasaq, aclıqdan öləcəyik. Ataları bu təklifə qəzəblənib, etiraz edib. Arvadı isə, mübahisəyə dəyməz, deyib, qərarımı vermişəm, sabah onları meşəyə aparıb qoyacağıq. Gretel bunları eşidib, ağlamağa başlayıb. Qardaşı Hansel onu sakitləşdirib. Narahat olma Gretel, evin yolunu bir cür taparıq. O gecə geç saatlarda Hansel gizlicə çölə çıxıb, cibinə bir xeyli çıngıldaşı yığıb. Səhər tezdən ailə birlikdə meşəyə tərəf yola düşüb. Ataları uşaqlarına güya gəzintiyə getdiklərini deyib. Gedərkən Hansel cibindəki çıngıldaşlarını kimsəyə hiss etdirmədən yerə atıb, keçdikləri yolu nişanlayıb. Günorta vaxtı ataları və ögey anaları onlar üçün od qalayıblar. Və tez qayıdacaq, deyib meşənin dərinliyinə yox olublar. Əlbəttə geri qayıtmayıblar. Gecə düşüb, meşədəki vəhşi heyvanların qorxunc səsləri eşidilirmiş. Canavarlar ətrafda uluyurmuş. Hansel və Gretel isə qorxudan titriyirmişlər. Ay çıxana dək odun yanından ayrılmayıblar. Sonra ay işığında parlayan çıngıldaşlarını izləyərək evlərinə tərəf yol alıblar. Uşaqlar evə qayıdanda ataları onları qarşısında görüb çox sevinib. Ögey anaları da güya sevinirmiş kimi davranıb, amma əslində qərarını dəyişməmiş. İçində özündə uşaqların qayıtmasına çox əsəbləşmiş. 3 gün sonra ögey ana yenidən onlardan qurtulmaq istəmiş. Gecə uşaqların qapısını bağlayıb. Bu dəfə Hanselə çıngıldaşı yığmağa icazə verməyib. Amma Hansel ağıllı uşaq imiş. Səhər meşəyə gedərkən axşam yeməyindən cibinə gizlədiyi quru çörəyin qırıntılarını yola səpib, yenə arxasında iz qoyub. Günorta vaxtı ögey anaları və ataları yenə bir bəhanə ilə uşaqları meşədə qoyub gediblər. Onların qayıtmadığını görəndə Hansel və Gretel hava qaralmadan evə dönmək istəmişlər. Amma bu dəfə izi tapa bilməmişlər. Çünki quşlar bütün çörək qırıntılarını yeyibmiş. Gretel ağlamağa başlayıb, Hansel isə ilk dəfə ümidsizliyə düşüb. Bu dəfə doğurdan da azıblar. Meşədə 3 gün, 3 gecə ac və qorxu içində dolaşıblar. 3-cü gün bir ağacın budağında bəyaz bir quş görmüşlər. Quş onlara gözəl səsi ilə mahnı oxuyub, aclıqlarını unutdurub. Uşaqlar quşun arxasınca gediblər və o onları qəribə bir evin yanına gətirib. Bu evin divarları çörəkdən, damı tortdan, pəncərələri isə şəkərdən imiş. Evin hər tərəfi rəngbərəng konfetlərlə bəzədilmişmiş. Hansel və Gretel gözlərinə inana bilməmişlər. Ev möhtəşəm və dadlı görünürmüş. Uşaqlar bütün yorğunluqlarını unudub, Hansel evin divarından, Gretel isə pəncərəsindən bir parça qoparıb yemək istəyəndə, birdən evin içindən bir səs eşidilib. Qapıya baxanda orada çox şirin görkəmli qoca bir nənə dayanıbmış. Uşaqlar başlarına gələnləri qocaya danışanda, qadın çox kədərlənmiş kimi davranıb, onlara yazığı gəlib və evinə dəvət edib. Amma evin içi çölü kimi mehriban və gözəl deyilmiş, qəribə, qorxulu bir havası varmış. Uşaqlar isə ac və çox yorğun olduqları üçün buna fikir verməyiblər. Qoca qadın onların qarşısına müxtəlif yeməklər və şirniyyatlar düzüb. Hansel və Gretel indiyədək dadmadıqları yeməkləri yeyiblər. O gecə yumşaq, quş tükündən olan yataqlarda rahatca yatıblar. Səhər oyananda qadının evdə olmadığını görüblər. Evin içini gəzməyə başlayıblar. Dəhlizin sonunda balaca bir qapı görüb açanda
İçəridə sandıqlar, qızıllar və qiymətli xəzinələr görmüşlər. Təbii ki, çox təəccübləniblər. Hansel içəri girmək istəyəndə, birdən eşitdikləri qorxunc bir səsdən diksiniblər. Arxalarına dönəndə, qarşılarında bir cadını görüblər. Məlum olub ki, o şirin görkəmli qoca qadın əslində diqqətsiz uşaqları tələyə salmaq üçün evini körək və tortdan tikən bir cadıymış. Uşaqlar evdən qaçmaq istəsələr də qapı bağlıymış. Cadı Hanselin saçlarından yapışıb, onu gücü yetdiyi qədər dartaraq sürüyüb və dəmir qəfəsə salıb kilidləyib. Sonra Greteli sürüyə-sürüyə mətbəxə aparıb. "Qardaşın çox arıqdı," deyib cadı. "Ona yemək bişir, kökərsin, əti budu yerinə gəlsin. O zaman mənim üçün dadlı bir yemək olacaq. Amma sən heç nə yeməyəcəksən, bütün yeməkləri o yeyəcək." Gretel çarəsiz şəkildə cadının dediklərini yerinə yetirib. Amma Hansel ağıllı və soyuqqanlı uşaq imiş. Gözləri yaxşı görməyən cadını aldatmağa qərar verib. Hər gecə cadı yatandan sonra qəfəsin altını qazmağa başlayıb. Cadı isə hər səhər Hanselin kökəlib-kökəlmədiyini yoxlamağa gəlirmiş. Hansel isə bacısının verdiyi yeməkləri yemir, qazdığı yerə bastırıb gizlədirmiş. Cadı hər dəfə hələ arıqdı deyib, Gretelə daha çox yemək bişirməyi əmr edirmiş. Beləcə günlər keçib, bu hal uzun müddət davam edib. Bir gün cadının səbri tükənib. Kök, arıq, fərq etməz, bugün Hansel piroqu bişirəcəyəm, deyib qışqırmış. Sonra Gretelə dönüb əmr edib. Get sobaya bax, xəmir tam bişibmi? Bir yoxla. Qorxu içində yaşasa da, Gretelin də Hansel kimi ağlı yerindəymiş. Cadının onu sobaya itələyəcəyini başa düşüb. "Başımı sobaya soxa bilmirəm, xəmir bişibmi, görə bilmirəm," deyə nazlanıb. Cadı hirslənib əlini itələyərək, "Çəkil kənara, nəm baxım," deyib başını sobaya salan kimi, Gretel bütün gücünü toplayıb, onu sürətlə sobaya itələyib. Ardınca qapını bağlayıb. Sonra qaçıb cadının açarları gizlətdiyi yeri tapıb, açarı götürüb, Hanseli bağlı olduğu qəfəsdən azad edib. Sobadan çıxan alovlar bütün evi bürümüş. Bacı-qardaş yanan evdən qaçıb, yenidən meşəyə girmişlər. Amma hara gedəcəklərini heç bilmirmişlər. Bir müddət sonra qarşılarına bir çay çıxmış. Böyük bir ördək əvvəl Hanseli, sonra isə Greteli çayın o biri sahilinə keçirmiş. Uşaqlar ətrafa baxıb, olduqları yeri tanıyıblar. Dərhal evlərinə tərəf qaçmağa başlayıblar. Ataları onları qarşısında görəndə çox sevinib. Sevinç göz yaşları içində onlara demiş ki, onları meşədə qoyduqdan qısa bir müddət sonra o zalım ögey anaları atasının evinə qayıdıb və bir daha geri gəlməyib. Ataları etdiklərinə görə çox peşman olduğunu, onları çox axtarsa da meşədə tapa bilmədiyini danışıb. Uşaqlar isə atalarını çox sevdikləri üçün onu bağışlayıblar. Amma atalarını başqa bir sürpriz də gözləyirmiş. Hansel cibindən, Gretel isə önlüyünün cibindən cadının evində tapdıqları qızılları və qiymətli almazları çıxarıblar. Ataları gözlərinə inana bilməyib. Beləcə, ailənin bütün çətinlikləri arxada qalıb. O gündən sonra ömürlərini xoşbəxtlik və var-dövlət içində keçiriblər. Bremen çalğıçıları. Çox-çox illər bundan qabaq yer üzündə bir dəyirmançı yaşayırdı. Dəyirmançının bir ulağı vardı. Çox yaxşı, ağıllı, güclü ulaqdı. Ulaq dəyirmanda çox işlədi, belində un tayları daşıdı və axır ki qocaldı. Sahibi gördü ulaq gücdən düşüb, daha işə yaramır, odur ki onu evdən qovdu. Ulaq qorxdu, fikirləşdi ki, indi neyniyim, hara gedim? Qocalıb əldən düşmüşəm. Sonra öz-özünə dedi, gedərəm Bremen şəhərinə, orada küçə çalğıçısı olaram. Elə də elədi, getdi Bremen şəhərinə. Ulaq yolla gedir, anqırırdı. Bir də gördü, yolda bir ov iti uzanıb, ağır-ağır ləhləyir. Ulaq soruşdu, "Niyə belə ləhləyirsən, ay it? Nə olub sənə?" İt dedi, "Yorulmuşam, uzun yol qaçmışam, təng nəfəs olmuşam."
Ulaq soruşdu. Niyə belə qaçmısan ki, ay it? İt dedi. Mənə rəhmin gəlsin, ay ulaq. Ovçunun yanında çox yaşadım. Çöllərdə, bataqlıqlarda, ov quşlarının arxasınca qaçdım. İndi qocalmışam. Daha ova yaramıram. Sahibim də məni öldürmək fikrinə düşdü. Mən də qaçmışam. İndi neynəyəcəyəm, onu bilmirəm. Ulaq ona belə məsləhət verdi. Gedək mənimlə Bremen şəhərinə, orada küçə çalğıçısı olarıq. Sən bərk hürürsən, səsin yaxşıdır. Sən həm oxuyarsan, həm də təbil çalarsan. Mən də həm oxuyaram, həm də gitara çalaram. İt dedi, nə deyirəm ki, gedək. Onlar qoşa getdilər. Ulaq gedə-gedə anqırır, it də gedə-gedə hürürdü. Az getdilər, çox getdilər, birdən gördülər ki, yolun üstündə qəmli, kədərli bir pişik oturub. Ulaq ondan soruşdu, niyə belə qəmlisən? İt də ondan soruşdu, niyə belə kədərlisən? Pişik dedi. Mənə rəhminiz gəlsin, ay ulaq, ay it. Öz sahibəmin yanında uzun illər yaşadım. Siçovul tutdum, siçan tutdum. İndi daha qocalmışam. Dişlərim kütləşib. Sahibəm gördü ki, daha siçan tuta bilmirəm, məni çayda batırmaq fikrinə düşdü. Mən də evdən qaçdım. İndi neyniyim, neynən dolanım bilmirəm. Ulaq ona da məsləhət verdi. Gedək bizimlə, Bremen şəhərinə, ay pişik, orada küçə çalğıçıları olaq. Sənin səsin yaxşıdır, həm oxuyarsan, həm də skripka çalarsan. İt həm oxuyacaq, həm də təbil çalacaq. Mən özüm də oxuyacağam, həm də gitara çalacağam. Pişik dedi, nə deyirəm ki, gedək. Bir-birinə qoşulub yola düşdülər. Ulaq gedə-gedə anqırır, it hürür, pişik də miyavuldayırdı. Az getdilər, üz getdilər, bir həyatın yanından keçəndə gördülər darvazanın üstünə bir xoruz qonub bəkdən çığırır. Quqquluqu! Ulaq ondan soruşdu. Niyə belə çığırırsan, ay xoruz? İt ondan soruşdu. Sənə nə olub belə? Pişik soruşdu. Bəlkə sənin xətrinə dəyiblər. Xoruz dedi. Mənə rəhminiz gəlsin, ay ulaq, ay it. Ay pişik, sabah mənim sahiblərim gilə qonaqlar gələcək. Mənim sahiblərim məni kəsib, şorba bişirmək istəyirlər. İndi mən neyniyim? Ulaq dedi, ay xoruz, gedək bizimlə Bremen şəhərinə, orada küçə çalğıçısı olarıq. Səsin yaxşıdır, sən oxuyub balalayka çalarsan, pişik oxuyub skripka çalar, it oxuyub təbil çalar, mən də oxuyub gitara çalaram. Xoruz dedi, nə deyirəm ki, gedək. Hamısı bir yerdə yola düşdü. Ulaq gedə-gedə anqırır, it hürür, pişik miyavıldayır, xoruz da banlayırdı. Az getdilər, çox getdilər, bir də gördülər ki, gecə düşüb. Ulaqla it iri bir palıdın altında uzandılar, pişik budağa dırmaşdı, xoruz isə ağacın lap təpəsinə qonub, oradan ətrafa baxmağa başladı. Baxdı, gördü ki, yaxınlıqda bir yerdən işıq gəlir. Qışqırdı, işıq yanır. Ulaq dedi, gərək öyrələ görək bu nə işıqdır, bəlkə yaxında ev var. İt dedi, bəlkə bu evdə ət də var, nə yeyərdim. Pişik dedi, bəlkə bu evdə süd də var, nə içərdim. Xoruz dedi, bəlkə bu evdə darı da var, nə dənliyərdim. Onlar durub işıq gələn yerə getdilər. Çəmənliyə çıxanda gördülər burada bir ev var, pəncərələrindən də işıq gəlir. Ulaq evə yaxınlaşıb pəncərədən içəri baxdı. Xoruz soruşdu, orada nə görürsən ulaq? Ulaq dedi, görürəm ki, stolun arxasında qoldurlar oturub, yeyib içirlər. İt dedi, necə yemək istəyirəm? Pişik dedi, necə içmək istəyirəm? Xoruz dedi, quldurları evdən necə qovaq? Fikirləşdilər, tapdılar. Ulaq qabaq ayaqlarını pəncərəyə qoydu, it onun belinə çıxdı, pişik itin belinə qalxdı. Xoruz da uçub pişiyin başına qondu. Hamısı birdən çığırdı. Ulaq anqırdı, it hürdü, pişik miyavuldadı, xoruz da quqquluqu banladı.
Qışqırıb pəncərədən içəri yumbalandılar. Quldurlar qorxub meşəyə qaçdılar. Ulaq, it, pişik və xoruz stolun ətrafına yığışıb yeməyə girişdilər. Yedilər, içdilər, doydular, yıxılıb yatdılar. Ulaq həyətdə samanın üstə uzandı. İt qapı ağzında sərələndi. Pişik isti sobanın üstündə yumrulandı, xoruz da uçub darvazaya qondu. Onlar evin işığını söndürüb yuxuya getdilər. Quldurlar qalın meşədə oturub, ağacların arasından evlərinə baxırdılar. Gördülər ki, evdə işıq söndü, qaranlıq oldu. Quldurlardan birini göndərdilər ki, görsün evdə nə var, nə yox. Bəlkə nahaq yerə belə qorxublar. Quldur evə yaxınlaşdı, qapını açdı, mətbəxə girdi. Gördü ki, sobanın üstündə 2 işıq gəlir. Fikirləşdi ki, yəqin közdür qızarır. Çırpı alışdırmaq istədi. Çırpını közə batırdı, demə pişiyin gözləri imiş. Pişik hirsləndi, yerindən sıçradı, fıf eləyib pəncəsini quldura çırpıb cırmaqladı. Quldur qapıya cumdu, orada it onun ayağından yapışdı. Quldur həyətə qaçdı, orada ulaq ona təpi atdı. Quldur darvazaya yüyürdü, orada da xoruz var səsi ilə banladı. Quq-quluqu! Quldur dabanına tüpürüb meşəyə sarı götürüldü. Yoldaşlarının yanına çatıb dedi, bəlaya düşmüşük. Bizim evə qorxulu nəhənglər doluşublar. Birisi uzun barmaqları ilə üzümdən yapışdı, o birisi bıçaqla ayağımı kəsdi, üçüncüsü ağacı belimə çırpdı, dördüncüsü də arxamca çığıldı, oğrunu tutun. Quldurlar dedilər, vay, tez qaçıb canımızı qurtaraq. Quldurlar bu meşədən bir dəfəlik qaçıb getdilər. Bremen çalğıçıları, ulaq, it, pişik və xoruz onların evində şad-xürrəm yaşamağa başladılar. Tülkü və Hacı Leylək. Bir gün hiləgər tülkü öz tanışları ilə mehriban görünmək üçün Hacı Leylək qonaq çağırdı. Sənə elə bir ziyafət verəcəyəm ki, dadı damağında qalacaq, deyə öyündü. Hacı Leylək gəldi, masaya yaxınlaşdı və gördü ki, tülkü yeməyi yastı, geniş boşqabda süfrəyə qoyub. Tülkü uzun dili ilə rahatca yalayıb nuş edirdi. Hacı Leyləyin isə uzun, incə dimdiyi həmin boşqabdan heç nə götürə bilmirdi. Tülkü özünü bilməzliyə vurub dedi, niyə yemirsən? Zəhmət olmasa ye. Hacı Leylək nə qədər çalışdısa, yeməkdən dadala bilmədi. Sonunda təşəkkür edib evinə qayıtdı. Bir neçə gün keçdi. Bu dəfə Hacı Leylək tülkünü qonaq çağırdı. Tülkü məmnuniyyətlə qəbul etdi. Ziyafət günü Hacı Leylək yeməyi uzun boğazlı, dar sürahiyə bənzər bir qabda gətirdi. Qabın ağzı o qədər dardı ki, tülkü burnunu belə içəri sala bilmirdi. Hacı Leylək isə öz uzun dimdiyi ilə rahatca yeməyi götürüb nuş edirdi. Tülkü nə qədər cəhd etdisə də heç nə alınmadı. Sonunda ac və əsəbi halda masa arxasında qaldı. Hacı Leylək sakitcə dedi, dostum, sən mənə necə qonaqlıq vermisənsə, mən də sənə elə verdim. Siçan və pişik. Azərbaycan xalq nağılı. Biri var idi, biri yox idi, yer üzündə bir siçan var idi, bir pişik. Günlərin birində həmin bu siçan yuvasından boylanıb pişiyə dedi. Gəlsənə qardaş olaq. Pişik etiraz elədi. Yox, səndən mənə qardaş olmaz. Siçan soruşdu. Niyə? Pişik cavab verdi ki, sən qorxaq, oğru, ziyankarsan. Siçan peşman-peşman söylədi, doğrudur, biraz qorxaqlığım var, amma nə oğruyam, nə də ziyankar. Pişik gülüb dedi, bəs un, buğda çuvallarını yırtıb dağıdan sən deyilsən? Siçan qinayə ilə cavab verdi ki, ay pişik qardaş, bəs sən özün heç nə yemirsən, hava ilə dolanırsan? Pişik acıqla söylədi.
Əvvəla mən miyaldıyıb yemək istəyirəm, ev sahibi də ətdən, çörəkdən verir. Amma sən oğruluyursan. Çox uzun söz-söhbətdən sonra pişik dedi, yaxşı, nə deyirəm, gəl dost olaq, amma mənə xəyanət eləsən özündən küs. Siçan razılaşdı. Dostlaşıb bir yerdə yaşamağa başladılar. Günlərin birində Siçan dedi, pişik qardaş, indi payızdır, havalar yaxşı keçir, nə istəsək tapıb yeyirik. Birazdan qış girəcək, hər yeri qar örtəcəyi yeməyə heç nə tapmayacağıq. Gəl indidən özümüzü azuqa yığaq. Pişik xəbər aldı. Necə yığaq? Siçan dedi, mən kimin gözünə görünsəm baş gözümü əzər. Yaxşısı budur ki, sən gündə bir evə get, kim nehrə çalxasa miyalda, yağ istə, versinlər, gətir gəl, yığıb qışa saxlayaq. Pişik bu təkliflə razılaşdı. Gündə bir evə gedib xeyli yağ yığdı. Siçanla pişik bir küpə tapıb yağı doldurdular içinə, aparıb bir ağacın dibində bastırdılar. Sonra qayıdıb gəldilər evlərinə. Aradan bir müddət keçdi. Qış yaxınlaşdı. Tamah Siçana güc gəldi. Pişiyə yalan satıb dedi. Pişik qardaş, bugün əmim oğlunun ad qoydusudur. Məni qonaq çağırıblar. İcazə ver gedim. Pişik dedi, get, amma tez gəl. Siçan evdən çıxıb gəldi yağı bastırdıqları yerə. Torpağı eşib küpənin ağzını açdı. Yağdan biraz yedi. Küpənin üstünü torpaqlayıb qayıtdı evə. Pişik soruşdu. Siçan qardaş, əmin oğlunun adını nə qoydular? Bir azacıq, deyə Siçan cavab verdi. Pişik dedi, adıyla böyüsün, amma bu adın mənasını başa düşmədim. Siçan dedi, pişik qardaş, bu adın mənası mənə də aydın deyil. Bundan başqa xalam oğlunun və bibim oğlunun da ad qoydusu olacaq. Orada gedib qaydanda hamısını birdən öyrənib deyərəm. Aradan bir neçə gün keçdi. Siçanın könlünə yenə yağ düşdü. Odur ki, dedi, pişik qardaş, indi də xalam oğlunun ad qoydusudur. Məni qonaq çağırıblar. Getməsəm küsəllər. İzin ver gedim. Pişik bu dəfə də icazə verdi. Siçan sevinə-sevinə qaçıb gəldi həmən ağacın dibinə. Torpağı eşib küpəni tapdı. Ağzını açıb yağı yarısınacan yedi. Sonra yenə küpənin üstünü torpaqlayıb evə qayıtdı. Pişik Siçanın qayıtdığını görüb dedi. Siçan qardaş, xalan oğlunun adını nə qoydular? Yarısınacan, deyə Siçan cavab verdi. Pişik dedi, çox qəribə adlardır. Siçanla pişik bir neçə gündə bir yerdə yaşadılar. Siçan gördü ki, havalar bərk soyuyur, bir-iki gündən sonra qar yağsa gedib yağı tapa bilməz, odur ki, dedi. Pişik qardaş, indi də bibim oğlunun ad qoydusudur. Bibim məni qonaq çağırıb, getməsəm yaxşı düşməz. Küsərlər, deyərlər ki, Siçan bəy xalası oğlunun, əmisi oğlunun ad qoydusuna gəldi, amma bizi saya salmadı. Xahiş edirəm, mənə icazə ver, axırıncı dəfə bibimgilə gedim. Pişik dedi, Siçan qardaş, mən bir söz demirəm, get, amma tez gəl, darıxıram. Siçan baş üstə deyib yola düşdü. Gəlib küpəni çıxartdı, içindəki yağın hamısını yeyib, boş küpəni yenidən torpaqladı. Siçan tələsik evə qayıtdı. Pişik soruşdu ki, Siçan qardaş, bu dəfə bibin oğlunun adını nə qoydular? Siçan cavab verdi ki, axırınacan. Pişik başını bulayıb güldü. Siçan dedi, pişik qardaş, niyə gülürsən? Olmaya adlar xoşuna gəlmədi. Pişik dedi, mən eşitmişəm ki, hər adın bir mənası var. Amma bu adların mənasını başa düşə bilmədim. Siçan dedi, bu adların mənasını qışda küpəyə baxanda bilərsən. Pişik dedi, ay Siçan, nə danışırsan? Küpənin ada nə dəxli? Bu vaxt birdən yağ küpəsi pişiyin yadına düşdü. Pişik dedi, Siçan qardaş, yaxşı ki küpə sözünü dedin. Axı bizim yağ küpəmiz yaddan çıxıb, gedək bir ora baş çəkək, görək dururmu? Siçan dedi, pişik qardaş, indicə yoldan gəlirəm, bərk yorulmuşam, sabah gedərik. Pişik razı oldu. O gecə yatdılar, səhər pişik dedi, Siçan qardaş, dur gedək küpəyə baxaq. Siçan istədi bu dəfə də getməsin, pişik əl çəkmədi.
İkisi də durub getdilər, ağacın altındakı küpəni qazıb çıxartdılar. Gördülər ki, küpə boşdur. Pişik sıçana dedi, "Ay kələkbaz, yağı sən yeyibsən?" Sıçan da ona dedi ki, "Yox, özün yeyibsən." Yağın üstündə sıçanla pişik başladılar dalaşmağa. Pişik dedi, "Ay sıçan, mən bu qədər yağı axı necə yeyə bilərəm?" Sıçan dedi, "Əvvəlcə biraz, sonra yarısınacan, sonra da axırınacan." Pişik bu sözləri eşidəndə barmağını dişləyib dedi, "Bu sözlər mənə tanışdı. Demək sən qohumlarının ad qoydusuna gedəndə yağı xırda-xırda yeyirmişsən. İndi mən də səni yeyərəm, əvəzi çıxar." Sıçan dedi, "Pişik qardaş, axı biz dostuq. Dost dostu yeməz." Pişik dedi, "Doğrudur, dost dostu yeməz. Yadındadırmı mən səninlə şərt kəsmişdim ki, məni aldatsan, oğurluq eləsən, səni yeyəcəyəm. İndi görürəm xəyanətdən əl çəkməyibsən, ona görə əlindən qurtara bilməyəcəksən. Sən mənim yağımı oğurlayıb yedin, mən də səni yeyəcəyəm." Pişik atılıb sıçanı yedi. Bu da nağılın sonu. Əgər nağılı bəyəndinizsə, kanala abunə olun və digər nağıllara da baxın.